O nə balığı belə? Bu qaymağıdır, qaymaq. Hə, balın qaymağı. Balın qaymağıdır, ancaq çox kalitəli bir şeydir. Təhlükəli. Kalitəli. Qarına baxmaq olar. O Keyfiyyətli. çox var. Çünki yəni bu mənim klientimdir. Hə. İstəyən də bunlar alır. Həmişə alır. Çox müalicəli bir şeydir. Bunda gülər, arısıdır, hamısı var. Bu elə bir ki, bir dənə təbii, nə deyim? Atomdur. Simiger. Belə bir şeydir. 450-yə, alsa 8 manat. Şurası bu növ var, bunlar da 4 manatdır. Bunlar da 450-yədir. Əyirdə şirniyyatlıdır. Əyirdə şirniyyatı. Bəli, Qarabağ xanlığının şah əsəri adlandırdığı və xan sarayında istifadə olunan çox məşhur bir şirniyyat olur. Neçədir Aktur? 2-yə, qaraqlı 3 manatdır. Gilas? Qiymətlər var. 350-yədir. Bu nektarı neçədir? Çörəklərdir. Bunlar neçədir çörək? Balatalı çörəkdir ya. Balatalı çörək. Maya yoxdur tərsliyində. 4 manatdır. Droşsuz da olar. Quruşsuzdur, 20 gün saxlayır. Xarab olmaz. Deməli bu Qarabağın kətəsidir, amma tam qədim üsulda hazırlanmış kətədir. 13-cü, 14-cü əsrə aid olan reseptlə hazırlanır. Tərkibi inək südü, təbii inək südü, təbii inək qaymağı, təbii kərə yağı, inək yağı. Cəyələr 3 manata. Bu qara tut neçədir? O çöl pomidor. 2 manata salyan pomidoru. Çöl sahib pomidorudur. Sahibdən turun tavoyu deyirlər.